8 dekabr 2025-ci ildir və həftənin bazar ertəsi gündə dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Ramiz Mehtiyevin qızı da vəzifədən azad edildi. Prezident Administrasiyasının sabiq rəhbəri vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehtiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb. Modernaz xəbər verir ki, Mehtiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur. Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlasa da suala cavab verilməyib. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirən Əliyeva, Kamilə Əliyeva ixtisasca bioloq olsa da psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Psixologiya elmləri doktoru professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən ilin müəllimi adına layiq görülüb. Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə isə Bakı Dövlət Universitetinin fəxri fərmanı ilə təltif olunub. Dəyərli izləyicilər.